Hal-hazırda daxil olmuşuq Beynül Hərəmeynə. Beynül Hərəmeyn iki hərəmin arası deməkdir. Arxamızda gördüyümüz hərəm Həzrəti Əbülfəzl Abbas əleyhissalamın hərəmidir. Onunla üzbəüz isə İmam Hüseyn əleyhissalamın və digər şəhidlərin məzarı yerləşir. Düz Həzrəti Əbülfəzl əleyhissalamın hərəminin yanında onun qolunun kəsildiyi məqam var. Arxamda gördüyünüz bu çay isə Fərat çayıdır. O çay ki, İmam Hüseyn əleyhissalamın qeyrətli və vəfalı qardaşı Həzrət Əbülfəzl əleyhissalam gəldi bu çaydan su götürsün və xeymələrə, uşaqlara, xanımlara aparsın. Amma düşmən neynədi? O böyük sərkərdəni, Qəmər Bəni Haşimi bu ərazidə mühasirəyə alaraq ilk öncə qollarını kəsdi və daha sonra şəhid elədilər. Bu arxamda gördüyünüzdə olan tikili isə Təlli Zeynəbiyyə adlanır. Bir zamanlar burada bir təpə var idi və xanım Zeynəb salamullahi əleyhə o təpədə duraraq Kərbəla döyüşlərini, qanlı döyüşləri izləyirdi. Hansı ki o döyüşlərdə İmam Hüseyn əleyhissalamın şəhadəti çatmasını və başının kəsilməsini canlı olaraq izləyirdi. Diqqətinizə çatdırım ki, bu Təlli Zeynəbiyyə adlanan təpə İmam Hüseyn əleyhissalamın hərəminin arxasında yerləşir. Gördüyünüz bu tikili isə Xeyməcah adlanır. Hansı döyüşlərdən əvvəl İmam Hüseyn və tərəfdarları gəlib yerləşiblər həmin ərazidir. Burada yerləşir İmam Hüseyn əleyhissalamın xeyməsi, Həzrət Əbülfəzlin xeyməsi, İmam Həsən əleyhissalamın övladı Qasımın xeyməsi və İmam Zeynul Abidin əleyhissalamın xeyməsi.